Herkese selam dostlar. Hamza yedi videoma hoş geldiniz. Bugünkü videomuzun adını demeden başlayacağım. Dünenki bir şey size danışmak istedim. Dünen size video paylaştım. Hələ sizə xəbərdarlıq shorts videomda verdim ki də baxmağı unutmayın. Ama buna rağmen siz çok az baxdınız. Bugünün akşamına kadar vaxtınız var. Eğer kanalım 130 aboneden, yani 127 aboneden ve yaxud 128 aboneden çox olmazsa və baxışım 50-dən çox, yani 50 və 50-dən çox olmazsa bu həftə boyunca sizə video gəlməyəcək. Nəysə, keçirik digərimizə. İndiki videomuzun amacı bugün anam elə bizə bir pirog pişirib, çeyrəkli pirog. Bugün sizlərlə beraber tadımı test edirik. Hadi o zaman videomuz başlasın. Biraz çok danıştım, boğazım tutuldu. Əsso bir pirogdu. Biraz qalıb pişməyə, nəsə görünüşünü indilik görsətməyəcəm. Amma çıxardanda görsətəcəm. Gözləməkdən sıxılıram. Biraz qızarıb anam dedi. Biraz daha gözlə, siz də gözləyin. Da böyle yok. Dostlar, şu kekin güzelliğine bak. Dostlar, bunun soymasını gözleyeceğiz, sonra keseceğiz. Ben necə gözleyeceğim? Qalmışıq tortla üz-üzə, piroqla. Kesirik dostlar, səbrini çatmadı. Tort dilimi kimi kesirik. Dostlar, çok tatlı işte. İşte sallanır. Tadına baxıram. Elin. Üstü böyle istəyim. Pofuduk. Üst kek, altı da kek. Yumuşak yer var ya buram. Bir de qəşəng parçalanır ki ağzınızda. Mükemmel. Dadım mükdür, eləyə bilərsiniz. Bu video 10 like gələrsə necə elədiyimi sizinlə paylaşacağım. Videomuzun sonuna gəldik. Videomuza like atıp abone olmayı unutmayın. Öpürəm sizi. Bye bye.